89 Mira Varvedic, 2 Qara Qarayev, 5 Maksim Medvedev, 14 kapitan Rəşad Sadıqov, 15 Emeka Opara, 17 Vüqar Nadirov hazırda topla olan futbolçu, 18 İlqar Qurbanov, 20 Richard Almeida o topladı və sol tərəfə ötürür. Sol tərəfdən isə topu qəbul edən oyuncu İlqar Qurbanov da Qarabağın bu hücumunu izləyək. Qapı qarşısına ötürmə, amma Anar Nəzirov topu tutdu. Topa nəzarət qonaqlardadır. Richard Almeida mərkəzli oynayır. Reynaldo'nun sol tərəfdən hücumu. Cristian Torres, Reynaldo ilə oynayır. Reynaldo cərimə meydançasındadır. Reynaldo'nun qapı qarşısına ötürməsi, başla zərbə və Anar Nəzirov. Nikola Valentic topu meydandan çıxardı. Daha bir out, bu dəfə əks tərəfdən. 5 dəqiqə arxada qalıb, Qəbələ şəhər stadionunda qol yoxdur. Reynaldo Silva, gözəl hərəkətlər Reynaldo Silva'dan, qapı qarşısına ötürmə, Anar Nəzirov bu dəfə də topu tutur. İlk altılıqda qərarlaşsa da, ikinci altılıqdakı Azal və Rəvan Qəbələdən çox xal toplayıb. Yəni 7-ci olan Azalın 42, 8-ci sıradakı Rəvanın isə 37 xalı var. Bu arada meydan sahibləri hücumu, qapıya zərbə alınmadı. Meydan sahibləri ilk real qol vəziyyətini yaradırlar qarşılaşmada. Fərqlənməyə yaxın olan oyuncu Rodriguez Asis idi. Yaxşı vəziyyət idi. Dodo'dan topu qəbul etdi. Saxlamadan qapıya zərbə indirmək istədi Asis, amma Qarabağ komandasında uzun ötürmə sol tərəfə İlqar Qurbanov topa çata bilmədi. İlqar Qurbanov bir qədər bərk ötürmüşdü top ona. Vaxtı ikən Sivassporun da şərəfini qoruyurdu bu futbolçu. Amma hücumçu kimi, Qarabağda isə cinah müdafiəçi kimi çıxış edir İlqar Qurbanov. Yeri gəlmişkən, 3 gün bundan əvvəl İlqar Qurbanovun doğum günü idi. Onun 27 yaşı tamam oldu aprel ayının 25-ində. Qurban Qurbanovu görürsünüz yaxın planda. Ənənəvi olaraq, öz ənənəsinə sadiq qalaraq ayaq üstə sakit şəkildə görüşü izləyir. Orada Qəbələ komandasının bu hücumu da alınmadı və gənc Tərzin Cahangirov görüntüdədir. Onun 21 yaşı var. Ürfan Abbasovun da 21 yaşı var. Kamal Mirzəyev isə 19 yaşlı futbolçudur. Bu arada az qala Çobutsev və Qəbələ komandası daha bir real qol vəziyyətindən yararlana bilmədi. Dodo bu fürsəti necə qaçırdı, özü də təəssüflənir. Bir də baxırıq. Təcrübəli Rəşad Sadıqovdan Çobutsev. Dodo cərimə meydançasında topu qəbul edir və fikir verin. Qapçı əl oynadı. Mira Varvedic real qol vəziyyətindən komandasını xilas etdi. Halbuki heç kəs mane olmurdu Dodo'ya. Qapı qarşısına ötürmək, küncdən zərbə yerinə yetirilir. Təkrar zərbə və az qala avtogol olacaqdı. Az qala avtogol olacaqdı. Bu dəfə də Qarabağın bəxti gətirdi. Maksim Medvedevə dəymişdi top son anda, amma Mira Varvedic yenə də özünü itirmədi. Bir dəqiqə ərzində Varvedic komandasını 2 real qol vəziyyətindən xilas etdi. Bu da həmin epizod. Varvedicdən 2 gözəl reaksiya. Toxunan kimi Dodo dərhal bayrağını qaldırdı. Ofsaydı qeydə aldı. Qarabağın hücumu təhlükəli ola bilər. Vüqar Nadirov qapı qarşısına ötürmə və Valentic son anda müdaxilə etdi topa Rəşad Abdullayev. Nadirov və Richard Almeida yenidən Qarabağ komandası qısa ötürmələrlə ək hücuma çıxır. Nadirov. Nadirovun ötürməsi. Nəzirov yumruğu ilə topu uzaqlaşdıra bildi cərimə meydançası ətrafından. Qısa ötürmə ilə kün zərbəsi yerinə yetirildi. Yenidən Cristian Torres. Qarşısında Elmar Baxşiyev var. Torres'in qapı qarşısında ötürməsi və Davidsonov topu rəqib üçün saxladı. Torres. Richard Almeida. Almeida uzaq məsafədən zərbə. Anar Nəzirov. Belə zərbələr çox vaxt qapçılara problemlər yaradır. Top yerə dəydikdən sonra istiqamətini dəyişə bilər və çox vaxt belə zərbələr qolla nəticələnir. Fikir verin, təxminən 30 metr məsafədən zərbə indirdi Richard Almeida. Top yenə də qısa ötürmə ilə belə görünür. Kün zərbəsini yerinə yetirəcək Qarabağ komandası belə olur. Nadirov Rəşad Sadıqovlu oynayır. Yenidən Vüqar Nadirov zərbə indirə bilər. Vüqar Nadirovun zərbəsi alınmır. Görünür, bu ev tapşırığı idi. Qısa ötürmə ilə mənsinci turla ikinci dövrəyə start verilib. 27-ci turda bu komandaların nəticələrinə baxanda görürük ki, Qarabağ Bakını səfərdə 1-0 hesabı ilə məğlub edib. Bu arada hakim qalx deyir. Penalti təyin etmədi. Reynaldo Silva yerə yıxılmışdı cərimə meydançası daxilində. Biz də baxırıq. Hüseynov. Richard Almeida. Qarabağın ək hücumu təhlükəli ola bilər. 5 futbolçu ilə irəli atılır Qarabağ komandası. İlqar Qurbanov qapı qarşısına ötürmə və qapçı əl oynayır. Oyundan kənar vəziyyət yox idi.
Hücum davam edir. Qapıya zərbə. Yenə də top qapıya daxil olmadı. Emeka Opara Qarabağın ən real qol vəziyyətini boşa verdi. Offside-də də deyildi Emeka Opara. Bir də baxırıq. Bəli, oyundan kənar vəziyyət də yox idi. Haqlı olaraq hakim bayrağını qaldırmadı, amma Emeka Opara Anar Nəzirov səddini keçə bilmədi. Təkrar zərbə isə Cristian Torresdən top toru üstdən silkələdi. Qurban Qurbanov hələ də sakit görünür. Buraxır Qəbələ komandasına. Qapı qarşısına ötürülür top və daha bir real qol vəziyyəti. Umar Kalabani. Heç kəs ona mani olmurdu. Baş zərbəsi dəqiq alınmadı. Bəli, Əliyar Ağayev fitini səsləndirdi və komandaları fasiləyə qolsuz bərabərliklə yollanırlar. Bu da Umar Kalabaninin real qol vəziyyəti. Anar Nəzirov və komanda yoldaşları diqqətli olmağa çalışırlar. 52-ci dəqiqə oynanılır. Fitdə səsləndi Rəşad Sadıqov. Yerlə ötürmə və qapçı! Qapçıdan daha bir gözəl reaksiya. Richard Almeida 52-ci dəqiqədə real qol vəziyyətindən yararlana bilmədi. Anar Nəzirov hələ ki keçilməzdi Qəbələ niyyətində. Richard Almeida isə Qarabağ adına növbəti qolunu vura bilərdi. Çox yaxşı yerinə yetilmişdi bu cərmə zərbəsi. F tapşırığı da adlandırmaq olardı. Rəşad Sadıqov əla ötürmüşdü topu. Fikir verin, yerlə qapı qarşısına ötürmə və Rəşad Sadıqov soyuqqanlı hərəkət və indi Qarabağın ək hücumu ola bilər. Sağ tərəf uzun ötürmə. Vüqar Nadirov topa çatır. Təhlükəli hücum ola bilər Qarabağ adına. Vüqar Nadirov qapı qarşısına ötürmə. Hücuma fəal qoşulması Qarabağa xeyir verə bilər. Bu arada Qarabağın daha bir hücumu. Reynaldonun zərbəsi. Top qapıdan aralı keçir. Reynaldo sağ tərəfə də ötürə bilərdi topu, amma son anda özü zərbə vurmaq qərarına gəldi. Nəticədə də alınmadı. Lazım olan anda qola çevirməyə bacaran oyunculardan da Branimir Subašić bir müddət zədədən əziyyət çəkirdi. Yaşıl meydanlardan kənarda idi. Uzaq məsafədə zərbə, mükəmməl bir qol. Qarabağ hesabı açır. Gözəl qol. Qarabağ 1-0 hesabı ilə önə keçir. Reynaldonun mükəmməl qolu. Topu yaxın küncə vura bildi Braziliyalı futbolçu və Qarabağ istədiyi qolu nəhayət ki vurdu. Branimir Subašićin ayağı düşərli oldu Qarabağa. Subašić meydana daxil olduqdan bir neçə saniyə sonra Qarabağ istədiyi qolu vurdu. Dəfələrlə izləməyə dəyər bu qolu. Fikir verin, Reynaldo Silva, bəli, qeyd etdiyim kimi, oyunun əvvəlində də bildirmişdim. Bu futbolçu təzə gələndə uyğunlaşa bilmirdi komandaya, çempionata, amma son 2-3 turdur ki, Braziliyalı Reynaldo Silva artıq özünü yüksək səviyyədə göstərə bilir. Əla qol idi həqiqətən də. Qəbələ 0, Qarabağ 1. 69-cu dəqiqədə Reynaldo Silva fərqləndi. Burada ikinci qolda vura bilərdi Qarabağ komandası. Hücumçudur 32 yaşlı Yannick Kamanan. Qarabağ sağ cinahdan hücum qurmağa çalışır, amma top Branimir Subašićdən çıxdı. Qarabağda ikinci qolu vura bilər. Vüqar Nadirov ikinci zərbəsini yerinə yetirir və top qapıdadır. Top qapıdadır. Reynaldo Silva bu görüşün qəhrəmanıdır. Bu 100%'dir. 2-0. Qarabağ Qəbələ səfərində qələbəyə çox yaxındır. Bakının ikinci qolunun müəllifi haqqında sizə məlumat verdim və bu arada Qarabağda ikinci dəfə fərqləndi. Və qolun təkrarına bir daha baxırıq. Qapı qarşısına ötürülür top. Bu dəfə başla fərqlənir Reynaldo Silva. İki gözəl qol. Təbii ki, birinci qol daha baxımlı alınmışdı, amma Qarabağ qələbə sayəsində Neftçi ilə xalların sayını eyniləşdirir. 54-cü xalını qazanır. Reynaldo Silva'nın dublu sayəsində. Beləliklə Əliyar Ağayevin də final fiti səsləndi. Təbrik edirik Qarabağı bu qələbə münasibətilə.